أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والعاقبة للمتقين ولا عدوان إلا على الظالمين. إله الأولين والآخرين ورب الناس أجمعين. مالك الملك الواحد الأحد الفرد الصمد الذي لم يلد ولم يولد ولم يكن له كفوا أحد. وأشهد أن محمدا عبده ورسوله صلوات الله وسلامه عليه وعلى آله وأصحابه ومن تبعهم بإحسان إلى يوم الدين. بلغ الرسالة وأدى الأمانة وجاهد في الله حق جهاده حتى أتاه اليقين وترك أمته على مثل البيضاء ليلها كنهارها لا يزيغ عنها إلا هالك. أما بعد رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefkahu qavli. İnşallah Allah Subhanahu ve Teala'nın izniyle Şeyhülislam Muhammed ibn Abdülvahhab rahmetullahi aleyh təlif etdiyi İslamdan çıxardan 10 əməl Navaqid-ül İslam. İnşallah bu kiçik risalənin dərsini edəcəm inşallah. Deməli Şeyhülislam Əl-İmamül Mücəddid Muhammed ibn Abdülvahhab rahimehullah risalənin başında buyurur ki: İ'lem ennən nevâqidəl İslamu aşərətü nevâqid. Bil ki, İslamı pozan əməllərin sayı 10'dur. Şeyh cümlənin başında bilməyi əmr edir. İ'lem. Və şeyhin risalələrinin demək olar ki, əksəriyyətinin başlanğıcında şeyh risalələrini bu kəlmə ilə başlayır. İ'ləm, bilməyi, elmi əmr edir. Və şeyhin yazdığı risalələrin əksəriyyəti dinin əslinə, tövhidə, şirkə, dost və düşman məsələlərinə bağlı olan mövzulardır. Və şeyh risalələrinin başında bilməyi əmr etməklə Allah Subhanahu ve Teala'nın ayətinə müvafiq olur. Necə ki Allah Subhanahu ve Teala dinin əslinə aid olan La ilahe illallah kəlməsi barəsində keçən ayətdə Muhammed surəsində buyurur ki: Fa'lem ennehu la ilahe illallah. Bil ki Allah'tan başqa ibadətə layiq haqq məbud yoxdur. Və şeyh də bu ayətə müvafiq olaraq dinin əsli ilə bağlı olan risalələri bu kəlmə ilə başlayır. İ'ləm, bil. Yəni qəti şəkildə bil. Bu şeyləri bilmək daha mühümdür. Elmə təşviq edir Şeyhülislam. Elm nədir? İmam Əl-Cüveyni Varaqatda elmə tərif edərək deyir ki: Əl-ilmu huvə ma'rifətul ma'lum ma huve bihi fil vaqi. Elm bilinəsi şeyin vaqiədə olduğu kimi bilinməsinə deyilir. Yəni bilinəsi şeyin vaqiədə olduğu kimi, tam olduğu kimi bilinməsinə elm deyilir. Və şeyh buyurur ki: İ'ləm ennən nevâqidəl İslamu aşərətü nevâqid. Bil ki İslamı pozan əməllər 10'dur. Navaqid. Navaqid nəqid sözünün cəmidir. Mənası pozan, dağıdan deməkdir. İslamı pozan şeylər. Necə ki fiqh kitablarının əvvəlində təharət fəslində belə bir bab var. Navaqidil vudu. Dəstəmalı pozan şeylər. Və fiqh kitablarında elm əhli zikr edir ki, dəstəmalı pozan amillərin birisi baş verdikdə insan dəstəmazlı halından çıxaraq dəstəmazsız halına düşür. Navaqidil vudu, dəstəmazlı olan şeylər. Şeyh həmən kəlməni istifadə edir. Navaqidil İslam, İslamı olan şeylər. Necə ki
dəstəmazlıq olan şeylərdən birisi baş verdikdə, insan dəstəmazlı halından çıxıb dəstəmazsız halına qayıdır. İslamı pozan əməllərdən birisi baş verdikdə, insan müsəlman halından çıxır, şirk, küfr halına qayıdır. Və şeyx buyurur ki, İslamı pozan şeylərin sayı 10'dur. Və bu o demək deyil ki, İslamı pozan şeylərin sayı yalnız 10'dan ibarətdir. Yəni nə 11'dir, nə də 9. Sadəcə olaraq şeyx öz dönəmində, öz dəvəti əsnasında insanlarda gördüyü ən çox əməllər, İslamı pozan əməllər bu əməllər olur. Və ona görə bu 10 əmələ daha əhəmiyyət verərək İslamı pozan şeyləri bu 10 əməl olaraq zikr edir. Və bu da Rəbbani alimlərin sifətlərindəndir ki, öz zamanlarında yaşadıkları ən çox işlənən şirk, küfür nədirsə o şirkdən, o küfürdən danışırlar. Ancaq azdıran insanların sifətləri isə yaşadıkları zamanada ən çox edilən şirk, küfür nədirsə o şeylər barəsində danışmırlar. Başqa şeylərdən danışırlar. Və şeyxin zikr etdiyi bu 10 İslamı pozan əməl şeyxin dönəmində olduğu kimi bugün də ən çox edilən şirk, küfür əməllərdir. Və şeyx sonra buyurur ki, Əl-əvvəl, birinci İslamı pozan əməl, Əş-şirku fi ibadətilləhi Teala. Allah Subhanahu və Teala'nın ibadətində şirk etmək. Sonra 2 ayət zikr edir. Şirk edən kəsin dünya hökmü və 2-ci ayət şirk edən kəsin ahirətdəki hökmü. Allah Subhanahu və Teala buyurur Nisa surəsinin 48-ci ayətində: İnnallaha la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Əl-ayə. Şübhəsiz ki, Allah özünə şərik qoşulmasını bağışlamır. Bundan aşağı olan günahı isə istədiyi kəsə bağışlayır. Və bu şirk edən kəsin müşrikin dünya hökmüdür. Şirk bağışlanmır. 2-ci ayətdə Allah Subhanahu və Teala buyurur ki, İnnehu men yushrik billahi fəqəd harramallahu aleyhil cənnə və mə'vəhun nəru və mə lizzaliminə min ənsar. Şübhəsiz ki, Allah'a şərik qoşan kəsə Allah cənnəti haram etmişdir. Və o kəsin yeri cəhənnəmdir və orada əbədi qalacaq. Zalimların heç bir köməkçisi yoxdur. Və bu da şirk edən kəsin ahirət hökmüdür. Ki, ahirətdə şirk edən kəsin hökmü cəhənnəmdir. Və sonra şeyx misal çəkir. وَمِنْهُ أَذَّبْهُ لِغَيْرِ اللّٰهِ كَمَنْ يَذْبَهُ لِلْجِنِّ أَوْ لِلْقَبْرِ. Ne də ki, Allahdan başqasına qurban kəsmək kimi, ne də ki, cinə və qəbirlərə qurban kəsilir. Bir misal çəkir şeyx, qurban ibadətini misal çəkir. Deməli, Quranda və sünnətdə varid olmuş istənilən bir əməl, əgər Allaha ibadət sayılırsa, həmən ibadəti Allah'tan qeyrisinə çevirdikdə şirk ortaya çıxır. Və şeyx bir misal verir, qurban. Allah'tan qeyrisinə qurban kəsmək. Çünki Qurana, sünnətə görə qurban kəsmək ibadətdir. Allah Subhanahu və Teala buyurur ki, Fasalli li rabbika vanhar. Rəbbin üçün namaz qıl və qurban kəs. Qul inna salati və nusuki və məhyaya və məmati lillahi rabbil alemin. Əl-ayə, de ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Deməli, qurban ibadətdir. Və həmçinin Quran və sünnətdə varid olmuş digər ibadət növləri. Məsələn, namaz ibadətdir, oruz ibadətdir, cihad ibadətdir, sədəqə ibadətdir, valideynlərə yaxşılıq etmək ibadətdir, zəkat vermək ibadətdir, həcc etmək ibadətdir, yoldan əziyyət verən maneəni dəf etmək ibadətdir. Qəlbi əməllər ixlas ibadətdir, təvəkkül ibadətdir, məhəbbət ibadətdir, yəqinlik ibadətdir. Bu ibadətlərdən birisini istəyir zahirdə, istəyir batində Allah'tan qeyrisinə çevirən vaxt şirk baş verir. Və Quran-ı Kərimdə və Quran-ı Kərimdən qabaq nazil olmuş bütün kitablarda bu şirki yer üzərindən qaldırmaq üçün nazil edilib. Və Peyğəmbərlər də buna görə göndərilib. Allah Subhanahu və Teala Nisa surəsində 36-cı ayətdə buyurur ki, وَعْبُدُوا və لَا تُشْرِكُ بِهِ شَيْئًا. Allaha ibadət edin və ona heç bir şeyə şərik qoşmayın. Allah bu ayətdə bir şeyə əmr edir, özünə ibadəti, və bir şeydən sən nəhy edir, qadağan edir. O ikinci nəhy olunan şey də şirkdir. Və bütün İslam dininin, kitabların, peyğəmbərlərin
göndərilməsindəki məqsəd budur. Deməli, şeyh buyurdu ki, İslamı pozan birinci əməl şirk, ibadətdə Allaha şərik qoşmaq. İkinci nəvaqid, İslamı pozan ikinci əməl, mən cəələ beynəhu və beynəllahi vəsaid yəd'uhum və yəsəlhumuş-şəfə'ə və yətəvəkkəlu aleyhim kəfərə icməən. Kim özü ilə Allah arasında vasitələr edər və onları dua edib çağırar, onlardan şəfaət istəyər, onlara təvəkkül edər, icma ilə kafir olur həmən kəs. Və bu da şirkdir. Duada baş verən şirkdir. Nəyə görə şeyx bunu birinci şirk olan, İslamı pozan əməlin içərisində zikr etmir, bunu müstəqil şəkildə zikr edir. Çünki şeyxin dönəmində yaygın olan şirk, o şirk növlərindən birisi idi bu. Və ona görə də Şeyxülislam bunu müstəqil olaraq təvəssüldə, vasitədə şirk etməyi müstəqil şəkildə İslamı pozan ikinci əməl kimi zikr edir. Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə Zümər surəsində 3-cü ayətdə buyurur ki, Ələ lillahi dinul xalis vəllezine ittəxəzu min dunihi avliya mə nə'buduhum illə liyuqarribuna ilallahi zülfə İnnallaha yahkumu beynəhum fīmə hum fihi yaxtalifun İnnallaha la yahdi men huve kâzibun kəffər. Xalis din Allaha məxsusdur. Allahdan başqa vəlilər edənlər deyirlər ki, biz onlara ibadət etmirik. Onlar yalnız bizi Allaha yaxınlaşdırırlar. Və Allah onların ixtilafda olduğu məsələlər barəsində onların arasında hökm verəcəkdir. Və Allah yalancı kafirlərə hidayət verməz. Və bu əməli, bu sözü deyən Məkkə müşrikləri barəsində Allah Subhanahu wa Ta'ala deyir ki, Allah yalancı kafirlərə hidayət verməz. Deməli, bu iddiada olmaq yalandır, həmçinin də küfürdür. Üçüncü navaqiddə, İslamı pozan üçüncü əməldə Şeyxülislam buyurur ki, Mən ləm yukəffir əl-müşrikin əv şəkkə fi küfrihim əv səhhəhə məzhəbəhum kəfərə. Kim müşrikləri təkfir etməzsə və yaxud da onların küfrünə şəkk edərsə və yaxud da onların getdikləri yolu, onların məzhəblərini doğru görərsə, kafir olar. Bu da İslamı pozan 10 əməlin içərisində şeyxin zikr etdiyi üçüncü navaqiddir ki, insanı kafir edir. Müşrikləri təkfir etməmək. Müşriklər deyildikdə kimlər qəsd olunur? Əslən kafir olan bütün tayfalar. Yahudilər, Hristiyanlar, Məcusilər, Komünistlər, Sosialistlər və s. Əslən kafir olan bütün tayfaların hamısı bu navaqidə daxildir. Əgər birisi əslən kafir olan bir tayfanı təkfir etməzsə, həmən kəsin özü İslamdan çıxmış sayılar. Və müşrikləri təkfir etməməyin insanı kafir etməsinin 3 yönü var. Birinci yön, Şeyx Abdülaziz Racihi Hafizahullah bu navaqıda dəlil gətirərək deyir ki, müşriki təkfir etməyən kəs tağutu inkar etməmiş sayılır. Necə ki Allah Subhanahu wa Ta'ala ayətdə buyurur, فَمَنْ يَكْفُرْ بِالْتَاغُوتِ وَيُؤْمِنْ بِاللّٰهِ فَقَدْ اِسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَى. Kim tağutu inkar edib Allaha iman gətirərsə. Şeyx buyurur ki, hər bir müşrik öz özlüyündə tağutdur. Allah Subhanahu wa Ta'ala da imandan öncə tağutu inkara əmr edir. Müşrikləri təkfir etməməyin insanı küfrə salmasının ikinci yönü isə bir insan əgər şirk əhlini, küfr əhlini təkfir etmirsə, təbiidir ki, onlara qarşı nifrət etməyəcək və onlarla yaxınlıq edəcək. Bu da əqidəyə aid olan vələ vəl-bərə mövzusudur. Allah Subhanahu wa Ta'ala buyurur ki, وَمَنْ يَتَوَلَّهُمْ مِنْكُمْ فَإِنَّهُ مِنْهُمْ. Sizlərdən kim onlarla dostluq edərsə, o da onlardandır. Müşriki təkfir etməyən kəs təbiidir ki, ona nifrət etməyəcək və onunla yaxınlıq edəcək və yaxınlıq, dostluq etdiyi zaman da bu ayətin hökmünün altına düşərək Allah Subhanahu Ta'ala buyurur ki, kim onlarla dostluq edərsə, o da onlardandır. Yəni, yenə ikinci yöndən müşriki təkfir etməmək dostluq mövzusu ilə insanı dindən çıxardır.
müşrikləri təkfir etməməyin üçüncü yönü isə haram halal məsələsi. Bütün İslam uleması ittifak etmiştir ki, bir haramı halal etmək və yaxud da əksinə bir halalı haram etmək küfürdür. Məsələn, içki haramdır, donuz əti haramdır, ona halal deyən kəs küfür edir. Çünki Allahın haram dediği hökmü yalanlamaqla, yalanlama küfrü ilə, təksir küfrü ilə kafir olur. Müşrik küfür hökmü verməyən kəs haram olan bir şeyi halallaşdırmaqla da yenə küfrə girir. Və həmçinin bu navaqid üçüncü İslamı pozan əməl, İslama intisab olan, yəni özünə müsəlman deyən toplumlar, hansılar ki şirk edirlər, qəbirlərə inanırlar, övliyalara inanırlar, o kəslərə də aiddir. Şeyhülislam Muhammed ibn Abdülvahhab Durarus-Saniyyədə başına gələn bir hadisəni zikr edir. Şeyh buyurur ki, səhrada hansısa bir yerə dəvət üçün getdikdə qabağına çıxan bir bədəvi ilə söhbətini danışır. Şeyhülislam buyurur ki, وَمَا أَحْسَنُ مَا قَالَهُ وَاحِدٌ مِنَ الْبَوَادِ لَمَّا قَدِمَ عَلَيَّ وَسَمِعَ شَيْئًا مِنَ الْإِسْلَامِ Səhrada mənim qarşıma çıxan bədəvi və məndən İslam barəsində eşitdikdən sonra onun dediyi sözlər necə də gözəl sözlər edir. Muhammed ibn Abdülvahhab deyir. Deməli, bədəvi şeyxlə qarşılaşır, şeyx ona tövhidi anladır və tövhidi anlayandan sonra bədəvi danışmağa başlayır və şeyx də onun danışdığı sözlərə deyir ki, onun dediyi sözlər necə də gözəl sözlər idi. Bədəvi deyir ki, əşhədu ennənə kuffər, şəhadət gətirirəm ki, biz kafirik. Şeyx buyurur ki, yəni huva və cəmil bəvədir, yəni o və bütün səhrada olanlar. Və əşhədu ennə mutatəvvi'əlləzi yusamminə isləmən ennəhu kafir. Və şəhadət gətirirəm ki, bizə müsəlman deyən universitet tələbəsi, məzunu, o da kafirdir. Və şeyx bu iki əməlin, bədəvinin özünü təkfir etməsinə və ona müsəlman deyən onların elm əhlinə, ikisinə bir yerdə kafir deməsinə nə deyir? وَمَا أَحْسَنُ مَا قَالَهُ Onun dediği sözlər necə də gözəl sözlər idi. Deməli, bu şeyxin həyatı açıq aydın göstərir ki, şeyx bu navaqıdı İslama intisab olub, La ilahə illallah deyib, namaz qılıb, oruç tutub, zəkat verib, həcc edən, lakin qəbirlərə ibadət edən kəslərə də aid edir. Və həmçinin onlara müsəlman deyən kəslərə də bunu aid edir. Və bu navaqid, deməli, şeyxin zikr etdiyi bu, İslamdan çıxardan üçüncü əməl idi. İslamdan çıxardan dördüncü əməl. Şeyx buyurur ki, Mən i'təqədə ənə hükmə qeyrən nəbi sallallahu aleyhi ve sellem əkməlu min hədyihi əv ənə hükmə qeyrəhu əhsənü min hükmihi kəmən yufaddilu hükmü təvağid alə hükmihi fəhvə kafir. Kim etiqad edərsə ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin yolundan daha kamil bir yol var və yaxud da kim etiqad edərsə ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin hökmündən daha yaxşı bir hökm var. Necə ki, şeyx buyurur, tağutların hökmlərini Allah Rəsulunun hökmünün üzərinə fəzilətləndirirlər. Kim belə etiqad edərsə kafir olar. Çünki Muhammed sallallahu aleyhi ve sellemin Allah'tan aldığı hökm, Allah subhanahu ve teala'nın şəriəti bütün İslamdan qabaq olan şəriətləri, hökmləri nəsx edib. Və buna iman gətirmək imanın əslindəndir, imanın sıxhat şərtlərindəndir. Ki, insan səcdənin, rükunun Allah'tan başqasına yönəldilməsinin şirk olduğuna inandığı kimi, Allah'ın hökmündən başqa bir hökmün də olduğuna, onun daha yaxşı olduğuna və yaxud da şəriətlə bərabər olduğuna inanmaq da eynən həmən bir şirkin çeşidlərindəndir. Quran-ı Kərimdə Allah subhanahu wa ta'ala buyurur ki, İnəl hukmu illə lillah, hökm yalnız Allah'ındır. Vallahu yahkumu la muaqqibə li hukmihi, hökmü verən Allah'dır,
və Allahın hökmünün ardında heç bir hökm yoxdur. فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّى يُحَكِّمُوكَ فِي مَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا فِي أَنفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا. Allah Subhanahu wa Taala buyurur ki, sənin Rəbbinə and olsun. Allah Subhanahu wa Taala özünə and içir. Sənin Rəbbinə and olsun ki, onlar aralarında baş verən məsələlərdə səni hakim etməyincə və verdiyin hökmlərə öz nəfslərində sıxıntı duymadan boyun əyməyincə iman gətirmiş sayılmazlar. Deməli, Allah Subhanahu wa Taala'nın hökmünə iman gətirmək imanın əsli hissəsindəndir, imanın sıhhat şərtlərindəndir. Allah Subhanahu wa Taala buyurur: "Alam tara ila'llezine yez'umuna annahum amanu bima unzila ilayka ve ma unzila min qablika yuriduna an yetahakamu ila''t-tağut ve qad umiru an yakfuru bihi ve yuridu'ş-şeytanu an yudillahum dalalan ba'ida." Gördünmü o şəxsləri, sənə və səndən qabaqçı nazil olan kitablara iman gətirdiklərini iddia edirlər və sonra isə tağutun hökmü ilə mühakimə olunmaq istəyirlər. Hansı ki onlara əmr edilmişdir ki, onu inkar etsinlər və şeytan onları uzaq bir azğınlığa salmaq istəyir. Deməli, bu 4-cü navaqid kim Allahın hökmündən başqa bir hökmün keçərli olmasına, şəriətdən daha yaxşı olmasına, şəriətə bərabər olmasına və yaxud da o hökmlərlə hökm verməyin caiz olmasına inanarsa, həmən insan kafir olar. İnsan namaz da qılsa, zəkat da versə, La ilahe illallah kəlməsində desə yenə həmən bu etiqadı ilə kafir olar. 5-ci navaqid, İslamdan çıxardan 5-ci əməl, Şeyxülislam buyurur ki, Mən əbğədə şeyən mimmə cəə bihir rasul və ləv əmilə bihi kəfərə. Kim Rəsulun gətirdiyi bir şeyə buğz edərsə, nifrət edərsə, həmən şeyə əməl etsə də belə kafir olar. Həmən şeyə əməl etsə də belə kafir olar nə deməkdir? Məsələn, birisi namaz qılır, ancaq namazdan xoşu gəlmir. Və yaxud da qadın hicab geyinir, ancaq hicabdan xoşu gəlmir. Və yaxud da birisi saqqal saxlayır, ancaq saqqal saxlamaqdan xoşu gəlmir. Həmən şeyə əməl etsə də belə yenə kafir olur. Birisi cihad edir, cihad etməkdən xoşu gəlmir. Birisi sədəqə verir, ancaq verdiyi sədəqədən xoşlanmır. Həmən insan kafir olur. Dəlil Allah Subhanahu wa Taala Muhammed surəsinin 9-cu ayətində buyurur ki, "Zəlikə bi'annahum karihu ma anzalallah fa ahbata a'malahum." Bu ona görədir ki, onlar Allahın nazil etdiyini xoşlamadılar. Allah da onların bütün əməllərini boşa çıxartdı. Və deməli şəriətdə Allahın əmri olaraq istənilən bir əmələ buğz etmək və yaxud da xoşlanmamaq insanı kafir edir. Və bu küfür çox vaxt qadınlarda görsənir. Necə ki, bu navaqidin şərhçiləri bunu buyururlar, elm əhli. Qadınların əksəriyyətində çox arvadlığa qarşı xoşlanmamaq var. Xoşlanmırlar qadınların əksəriyyəti bunu. Və bu təhlükəli bir şeydir. Çünki İslamda çox arvadlılıq Allah Subhanahu wa Taala'nın ayətlə sabit olan bir hökmüdür. Və hər bir kəs bundan xoşlanmaqla yükümlüdür. Xoşlamamaq bunu insanı kafir edir. Lakin qadının təbiətində olan təbii qısqanclıq onu kafir etmir. Yəni, qadının təbiətində qısqanclıq var, ancaq bu qısqanclıq çevrilib hökmə qarşı, şəriətdə olan bu hökmə qarşı xoşlanmamağa gətirib çıxardarsa, həmən qadın küfrə girər. 6-cı İslamı pozan əməl, Şeyxülislam buyurur ki, Mən istəzə bi şeyin min dinir rasul əv səvabillahi əv iqabihi kəfərə. Kim Rəsulun dinindən olan bir şeyə isteyizə edərsə, istəyir Allahın savabı ilə, mükafatı ilə bağlı olan bir şey olsun, istəyir cəzası ilə bağlı olan bir şey olsun. İnsan kafir olar. Allah Subhanahu wa Taala Tövbə surəsində 65-66-cı ayətlərdə buyurur ki, وَلَئِنْ سَأَلْتَهُمْ لَيَقُولُنَّ إِنَّمَا كُنَّا نَخُوضُ وَنَلْعَبُ قُلْ آبِاللّٰهِ وَآيَاتِهِ وَرَسُولِهِ كُنْتُمْ تَسْتَهْزِئُونَ. Onlardan soruşsan, onlar deyərlər ki, biz
əylənib vaxt keçirdirdik. De ki, Allaha, ayətlərinə, Rəsuluna istehzam edirsiniz, üzr gətirməyin, üzr istəməyin, siz artıq iman gətirdikdən sonra kafir olmuşsunuz. Bu navaqid dinə aid olan hər hansı bir, İslam'a aid olan hər hansı bir şeyə istehza etməyə aid olan bir əməldir. Məsələn, birisi əgər cənnətə istehza edər, cəhənnəmə istehza edər, müsəlmanların namazına istehza edər, müsəlmanların geyiminə istehza edər, həmən bu istehzası ilə kafir olar. 7-ci navaqid, İslam'a bağlanan 7-ci əməl, Şeyxülislam buyurur ki, Əs-sihr, sihr, və minhu əl-atf və sarf, fəmən fəaləhu əv radiyə bihi kəfərə. Və buna misal atf və sarf. Atf, qadınla kişinin bir-birinə yaxınlaşması üçün edilən sehirlərə deyilir. Sarf isə qadınla kişinin bir-birindən boşanması üçün edilən sehirlərə deyilir. Fəmən fəaləhu, kim bunu edərsə və yaxud da kim bundan razı qalarsa kafir olar. Allah Subhanahu wa Ta'ala Bəqərə surəsində 102-ci ayətdə buyurur ki: "Və mə yuallimani min ahadin hatta yaqula innama nahnu fitnə fəla tekfur." O iki mələk heç bir kəsə biz imtihanıq, siz kafir olmayın deməmiş sehir öyrətmirdilər. Və həmçinin Allah Rəsulu İmam Əbu Davudun Əbu Hureyrədən rəvayət etdiyi hədisdə buyurur ki: "Mən ətə kəhinən fəsaddaqahu bimə yəqul fəqət kəfərə bimə unzilə alə Muhammedin." Kim bir kahinin, bir sehirbazın yanına gələr və onun dediyini təsdiqləyərsə, Muhammedə nazil olana qarşı küfr etmiş olar, inkar etmiş olar. Və bu da İslamdan çıxardan 7-ci əməldir, sehir. Onu etmək və ondan razı qalmaq insanı kafir edir. İslamdan çıxardan 8-ci əməl, Şeyxülislam buyurur ki: "Muzaharatul müşrikin və muavanətəhum aləl muslimin." Müşriklərə müsəlmanların əleyhinə kömək etmək. Nə deməkdir bu? Məsələn, müsəlmanlarla müşriklərin arasında müharibə baş verir. Birisi müsəlmanların əleyhinə müşriklərə canı ilə və yaxud da malı ilə və yaxud da sözü ilə kömək edirsə, həmən kəs kafir olur. Allah Subhanahu wa Ta'ala Maidə surəsinin 51-ci ayətində buyurur ki: "Ya eyyuhellezine amanu la tettehizul yahuda ven nasara awliya. Ba'duhum awliya'u ba'd." Ey iman gətirənlər, Yahudiləri və Xristianları özünüzə dost etməyin. Onlar bir-birlərinin dostudurlar. "Və men yetevallahum minkum fe innehu minhum." Sizlərdən kim onlarla dostluq edərsə, o kəs də onlardandır. Yəni, bütün təfsirçilər deyirlər ki, o kəs də onlardandır, yəni bu millətdən çıxıb, onların millətinə daxil olmuşdur. Yenə Allah Subhanahu wa Ta'ala Ali-İmran surəsinin 28-ci ayətində buyurur ki: "La yettehizil mu'minunel kafirin awliya min dunil mu'minin." Möminlər möminləri qoyub kafirləri dost etməsinlər. "Və men yef'al zalik feleysa minallahi fi şey'in." Əgər kim bunu edərsə, Allahla o kəsin arasında heç bir şey yoxdur. Və leysə minallahi fi şey. Şey kəlməsi burada qeyri-müəyyən isim kimi nəkrə olaraq zikr olunur. Və nəkrə olan isimsə, dilçilər deyirlər ki, fi siyaqil cümləti tufidu əl-umum, cümlənin gedişatında ümumilik bildirir. Yəni, Allahla o adamın arasında heç bir şey yoxdur. Nə az, nə çox. Yəni, kafir olmuşdur. Yenə Allah Rəsulu Səhih hədisdə buyurur ki: "Əvsəkul urəl iman, əl-muvalatu fillah, vəl-muadatu fillah, vəl-hubbu fillah, vəl-buğdu fillah." İmanın ən möhkəm qrupu, deməli, imanın ən möhkəm tərəfi Allah üçün dostluq etmək, Allah üçün düşmənçilik etməkdir. Allah üçün sevmək və Allah üçün nifrət etməkdir. Deməli, 8-ci navaqid, İslamı pozan əməl, insanın müşriklərə, müsəlmanların əleyhinə kömək etməsi.
İslamdan çıxardan 9-cu əməl Şeyxülislam buyurur ki, Mən i'təqədə ənə bə'dən nəs yəsəuhu əl-xuruc ən şəriəti Muhammedin sallallahu aleyhi və səlləm kəmə vəsi'əl-xuruc kəmə vəsi'əl Musa l-Xıdır əl-xuruc ən şəriəti Musa aleyhissələm fəhəvə kəfir. Kim etiqad edərsə ki, bəzi insanların Xıdır aleyhissalamın Musa aleyhissalamın şəriətindən çıxması icazəli olduğu kimi, bəzi insanların da Muhammed sallallahu aleyhi və səlləmin şəriətindən çıxması icazəlidir. Kim bu cür etiqad edərsə, kafir olar. Sufi təriqətlərində belə inanc var. Şeyxləri müəyyən səviyyəyə gəlib satandan sonra şəriətin məsuliyyətindən, şəriətin yükündən, təkliflərindən azad olmuş olduqlarına etiqad edirlər. Və kim bu cür etiqadda olarsa, küfr edər. Çünki İslam şəriəti sonuncu şəriət olaraq hər bir kəsə aiddir. Hər bir millətə, hər bir zamana, hər bir məkana və qiyamət günü insanların mühakiməsi son bu İslam şəriəti ilə olacaq. Allah subhanahu wa ta'ala buyurur ki, وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ. Kim İslamdan başqa bir din ardında gedərsə, o din o şəxsdən qəbul edilməz və o kəs ahirətdə ziyana uğrayanlardan olar. Yenə Allah subhanahu wa ta'ala Peyğəmbər sallallahu aleyhi ve sellemə xitaban buyurur ki, Qul ya əyyuhən nəs inni rasulullah ileykum cəmiən. De ki, ey insanlar, mən sizin hamınız üçün göndərilmiş rəsulam. Və mə ərsəlnəkə illə kəffətən linnəs. Səba surəsində Allah subhanahu wa ta'ala buyurur ki, biz səni insanların hamısı üçün göndərmişik. Ənbiya surəsində Allah subhanahu wa ta'ala buyurur ki, وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ. Biz səni aləmlərə rəhmət olaraq göndərmişik. Deməli, Muhammed sallallahu aleyhi ve sellem bütün insanlara, bütün millətlərə, hər bir kəs üçün göndərilib və heç bir kəsin də bu şəriətdən kənara çıxmaq icazəsi yoxdur. Kim bu cür icazənin olduğuna etiqad edərsə, kafir olar. İslamdan çıxardan 10-cu navaqid, İslamı pozan 10-cu əməl, sonuncu əməl, Şeyxülislam buyurur ki, Əl-İ'rad ən dinilləhi, la yətəalləmuhu və la ya'məlu bihi. İ'rad, üz döndərmək. Allahın dinindən üz döndərmək. Onu öyrənməmək və ona əməl etməmək. Səcdə surəsinin 22-ci ayətində Allah subhanahu wa ta'ala buyurur ki, وَمَنْ أَذْلَمُ مِمَّنْ ذُكِّرَ بِآيَاتِ رَبِّهِ ثُمَّ أَعْرَضَ عَنْهَا إِنَّ مِنَ الْمُجْرِمِينَ مُنْتَقِمُونَ. Rəbbinin ayətləri özünə zikr olunduqda, ondan üz döndərən kəsdən daha zalim kim ola bilər? Həqiqətən biz günahkarlardan intiqam alacaq. Bu navaqid o insanlara aiddir ki, İslama dəvət edildikdə, Allah subhanahu wa ta'ala'nın hökmünə dəvət edildikdə, laqeyd yanaşır. Yəni, İslamın nə haqq olduğunu təsdiq edir, nə də İslamın batıl olduğunu bildirmir. Yəni, nə təsdiq edir, nə təksib edir. Laqeyd yanaşır. Və bu da şəriətdə zikr olunan müstəqil bir küfür növüdür. İnsanı kafir edir. Allah subhanahu wa ta'ala bu cür insanların dünya hökmündə, Quran-ı Kərim ayətində uzun qulağa bəndədir. Müddəssir surəsində Allah subhanahu wa ta'ala 49, 50, 51-ci ayətlərdə buyurur. فَمَا لَهُمْ عَنِ التَّذْكِرَةِ مُعْرِضِينَ كَأَنَّهُمْ هُمُرٌ مُسْتَنْفِرَةٌ فَرَّتْ مِنْ قَسْفَرَةٍ. Onlara nə olmuşdur ki, onlar xatırlatmadan, zikirdən üz döndərirlər. Onlar sanki aslandan qorxub qaçan uzun qulağa bənzəyirlər. Və bu cür insanları Allah subhanahu wa ta'ala dünya əhkamında uzun qulaqlara bəndədir. Ahirətdə isə Allah subhanahu wa ta'ala bu kimi insanların kör şəkildə həşr olunacaqlarını bildirir. Taha surəsində Allah subhanahu wa ta'ala 124, 125, 126-cı ayətdə buyurur. وَمَنْ أَعْرَدَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى قَالَ رَبِّي لِمَ حَشَرْتَنِي أَعْمَى
وَقَدْ كُنْتُ بَصِيرًا قَالَ كَذَلِكَ أَتَتْكَ آيَاتُنَا فَنَسِيتَهَا وَكَذَلِكَ الْيَوْمَ تُنْسَى. Kim mənim zikrimdən üz döndərərsə, ona dünyada sıxıcı həyat verərəm. Qiyamət günü isə həmən kəsi kör olaraq həşr edərəm. Və həmən kəs deyər ki, ey Rəbbim, mən dünyada görürdüm, məni nəyə görə kör olaraq həşr etdin? Allah Subhanahu və Teala cavabında deyir ki, sənə mənim ayətlərim gəlmişdi, sən onlardan üz çevirib, onları unutmuşdun, bugün də sən unudulursan. Deməli, dindən üz döndərən kəsin dünya hökmündə Allah Subhanahu və Teala o insanları uzun qulaqlara bənzədir, axirət hökmündə isə onları kör olaraq həşr edəcəyini bildirir. Və bu 10 İslamı pozan əməli zikr etdikdən sonra şeyx kiçik risalənin sonunda buyurur ki, وَلَا فَرْقَ فِي جَمِيعِ هَذِهِ النَّوَاقِضِ بَيْنَ الْهَازِلِ وَالْجَادِ وَالْخَائِفِ إِلَّا الْمُكْرَهِ وَكُلُّهَا مِنْ أَعْظَمِ مَا يَكُونُ خَطَرًا وَأَكْثَرُ مَا يَكُونُ وُقُوعًا وَيَنْبَغِي لِلْمُسْلِمِ أَنْ يَحْذَرَهَا وَيَخَافَ مِنْهَا عَلَى نَفْسِهِ. Və bütün bu 10 əməlin hamısında heç bir fərq yoxdur. Bu 10 əməldən birini edən kəs zarafatla etsin, ciddi etsin və yaxud da qorxusundan etsin, yalnız ikrah halı istisna, yalnız mukrah, yəni təhdid, ölüm təhdidi altında bunlardan birini edən kəs istisna. Bu əməllərdən birini kim ciddi şəkildə etsə, zarafatla etsə, qorxusundan etsə, həmən kəs kafir olur. Və bunların hamısı ən təhlükəli olanlardır, şeyx buyurur, və ən çox baş verənləridir. Və müsəlmana lazımdır ki, bunlardan çəkinsin, bunlardan qorxsun və bunlardan çəkinsin. Və şeyx bu 10 İslamı pozan əməlin sonunda bunları edən kəsin şəriətlə maniyəsinin, təkfirdən öncə üzrünün yalnız ikrah olduğunu zikr edir. Və bu şeyxin sözü açıq göstərir ki, bu 10 əməl dinin əslinə bağlı olan əməllər olduğuna görə bu şeylərdə cəhalət üzrü, zarafat üzrü, təbir üzrü, qorxu üzrü, bu üzrlər yoxdur. Və biz günümüzdə bu 10 əməli, Muhammed ibn Abdülvahabın yazdığı İslamdan çıxardan bu 10 əməli çox şərh edənlər, çox bu barədə danışanlar, dərs edənlər, xütbə edənlər görmüşük və görürük də, danışırlar, bu 10 əməli zikr edirlər, danışırlar, şərh edirlər, bitirəndən sonra deyirlər ki, ancaq bu əməllərdən birisini biz bir kəsdə gördükdə nə edirik? Dururuq. Heç bir şey demirik, bizlik deyil. Ola bilsin ki, bilmir, ola bilsin ki, çatmayıb, laf biz bilsək də belə biz elm əhli deyilik, bunun ona çatdırılıb hökmü verilməsi üçün mütləq elm əhli lazımdır. Yəni, danışdıqları şey, İslamı pozan bu 10 əməl, sanki nəyə bənzəyir? Yəni, 10 əməli gözəl şəkildə danışırlar, sonda da əməlləri bir şeyə bənzəyir. Yəni, deyirlər ki, yəni elə belə söhbət edirik. Danışırıq, ancaq ətraflarında da milyonlarla insan həmən bu 10 əməli edir. İnanır bu əmələ, bu əməllə yaşayırlar. Ancaq oxuduqları, bu dedikləri bu əməlləri tətbiqə gələndə insanlara tətbiq etmirlər. Və bu da şeyxin Muhammed ibn Abdülvahabın özünün Navaqid barədə dediyi bu 10 əməlin sonunda zikr etdiyi şeyə müxalifdir. Və biz isə şeyxin məzhəbinə müvafiq olaraq, əhl-i-sünnə və cəma məzhəbinə müvafiq olaraq bu əməlləri şirk, istehza, şəriətə buz, təvəssül, ölülərdən istəmək, müşriklərə kömək etmək, dindən üz döndərmək, bu şəxsləri gördüyümüz kəslərlə həmən hökmlərə müvafiq, tələbinə uyğun olaraq şirk, küfür müamilələrini edirik. Və sonda Allah Subhanahu və Teala'dan istəyirəm ki, bu etdiyim zikri bizim üçün faydalı etsin və bütün müsəlmanları, həmçinin də bizi bu əməllərə düşməkdən qorusun və müsəlmanların dininə, xüsusən tövhid məsələlərinə əhəmiyyət verməklərinə
müsəlmanlara Allah Subhanahu taala nəsib etsin. Və Allah Subhanahu Taala'dan istəyirəm ki, bizim dəvətimizi bərəkətləndirsin və bizim dəvətimizə pislik etmək istəyənlər, bizim dəvətimizə qarşı hilələr quranların pisliklərini, hilələrini onların öz başlarına gətirsin. Və Allah Subhanahu Taala'dan istəyirəm ki, müsəlmanları dünyanın hər yerində izzətləndirsin, qüvvətləndirsin və müsəlmanların düşmənlərini dünyanın hər yerində məhv etsin. Və Allah Subhanahu Taala'dan istəyirəm ki, Şamda olan müsəlmanlara kömək etsin və onların düşmənlərini məhv etsin. Subhanək Allahım və bihamdik, əşhədu ən la ilahə illə